Buraxılışımızın əvvəlində də qeyd etdiyimiz kimi, aprel döyüşləri 1-ci Qarabağ müharibəsindən sonra Azərbaycan ordusunun silahlı qüvvələrimizdə qulluq keçən igid oğulların əsl gücünü göstərdi. Həmin qəhrəmanların sırasında şəhid baş leytenant Elvin Namazov da var. Oğul, Elvinimin əkdiyi ağaçlardır. Şükürlər olsun, 10 il bundan qabaq əkdiyi ağaçlardır. Bu günə qədər bar gətirməyirdi. Şükür, indi bar gətirib. Ağaçlar da sevinər, Elvinimin ruhu da sevinir. Əkdiyi ağaclar kimi arzuları da çiçək açıb şəhid Elvin Namazovun. İşğal altında olan torpaqlarımızı azad görmək istəyirdi. Elə bu arzu və vətən sevgisi ilə böyüdü. Sonra da həyatını hərbi sahə ilə bağladı. Həmişə fəxr eləmişəm ki, mən Elvinə ana sözünü, vətən sözünü yazmağı öyrətmişəm. Ona görə də ondan fəxr edirəm. O vətəni uğrunda da canından keçdi, şəhid oldu. Ancaq o ölməmişdi, şəhidlər ölməmişdi. Onlar həmişə bizimlədir. Biz onların xatirəsini heç vaxt yadımızdan çıxartmayacaq. Həmişə onları yad edirik. Elvin həmişə üstündə bayraq şəkili gəzdirirdi. Azərbaycan bayrağının şəklini gəzdirirdi. Həmişə Elvin haraya getsəm özünə ana mənə avtomat al, Azərbaycan bayrağı istəyərdi. Mən də alırdım. Ən böyük arzusu hərbiçi olmaq idi. Ən böyük arzusu torpaqlar uğrunda döyüşmək idi Elvinin. Elə də oldu. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirəndən sonra kəşfiyyat komandiri vəzifəsində xidmət göstərib. 2016-cı ilin aprel döyüşlərində baş leytenant kimi iştirak edən Elvin Namazov şücaəti ilə seçilib. Aprel döyüşlərində heç gözlərini qırpmadan Elvin öz döyüş yoldaşlarından ermənilərin üstünə getdi. Hamısı getdi, öz döyüş yoldaşlarını mühasirədən çıxartdı. Özləri şəhid oldu orada. 26 yaşlı Elvin Namazov 2016-cı ilin aprelin 3-də gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. Aprel döyüşlərindəki şücaətinə görə dövlət başçısının sərəncamı ilə ölümündən sonra vətən uğrunda medalı ilə təltif olunub. Aprel döyüşlərin vaxtı Namazov Elvinlə bir yerdə döyüşdə iştirak edən vaxtı Lələtəpə istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişik. Elvin qəhrəmancasına düşmənə texnikasına zərbələr endiribdi döyüş vaxtı, düşmənin canlı qüvvəsinə zərbələr endiribdi. Elvin Namazov kimi şəhidlər xalqımızın qürur mənbəyidir. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq. Xatirələri daim ehtiramla yad ediləcək. Alməmməd Nəbiyev, Elmar Qasımov, Röya Qarabağlı, AzTV xəbər.